Salam, mən biyoloji müəllim Şəmsi Seyidbəyli. Bugün sizə hüceyrə biyokimyasından 233-cü sualın izahını verəcəm. Sualda bizə nə deyilir? Müəyyən miqdar qlukozanın parçalanması verilibdir və bu zaman oksigenli mühitdə ATF molekulların sayını A, su molekulların sayını X, glikoliz mərhələsində əmələ gələn ATF molekulların sayını və su molekulların sayını isə Y-lə işarə edir. Və bizdə A çıxılsın B136 olarsa, yəni oksigenli mərhələdə alınan ATF molekulların sayından glikoliz mərhələsində alınan ATF molekulların sayı çıxılıb 136 alınıbdır və oksigenli mərhələdə su molekulların sayının glikoliz mərhələsində su molekulların sayından çıxsaq nə qədər alınır? Biz bilirik ki, 1 mol glikoza parçalananda, C6, H12, O6. Oksigenli mərhələdə əmələ gələn ATF molekulları 36 moldur. 36 mol ATF-dir. Glikoliz mərhələsində isə 1 mol glikoza parçalananda, yaranan mərhələ isə, glikolizdə isə yaranan ATF molekulları sayısı 2 moldur. 2 mol ATF-dir. Baxın uşaqlar, bu 1 mol glikozanın parçalanmasından yaranandır. Burada isə müəyyən miqdarda verir. Bizim 1 molumuz parçalananda oksigenli mərhələdən alınan ATF-in glikoliz mərhələdən alınan ATF-lə fərqi 34 olacaqdır. Su molekullarına gəlsək, 1 mol glikoza parçalananda oksigenli mərhələdə 42 mol su alınır. Bu oksigenli mərhələdədir, 42 mol su. Oksigensiz mərhələdə isə 2 mol su alınacaqdır. Yəni, oksigenli mərhələdə alınan suyun, glikoliz mərhələdə alınan suyun fərqi isə 42 çıxılsın 40 olacaqdır. Baxın uşaqlar, deməli, 1 mol glikozamız parçalananda ATF-lər arasındakı fərq 34-dür. Bu fərq 34 olanda sular arasındakı fərqimiz isə 40 olacaqdır. Bizə nə veribdir? Bizə də müəyyən miqdarda A çıxılsın və 136-dır. Yəni, 136 fərq ATF olanda nə qədər su alınır? Buradan da suyu tapsaq, 136 vurulsun 40, bölünsün 34. Bunu tapsaq, bundan bu ixtisar cəssə qalar 4, 40, 160. Deməli, uşaqlar, normalda isə bu qədər fərq olanda 160 fərq də su olacaqdır. Düzgün variantımız isə 160 olar. Sağ olun, bu qədər.